Bugündən etibarən Bakı-Tiflis-Kars dəmir yolu xətti üzrə yük daşımalara start verilib. Orta dəhlizin vacib segmenti hesab olunan Bakı-Tiflis-Kars dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət ilk yük qatarı Gürcüstan istiqamətinə yola salınıb. Daşınacaq konteynerlərdə olan yüklərimiz Rusiya mənşəli polietilen yüklərdən ibarətdir. Təyinatı isə Türkiyə Respublikasıdır. 2017-ci ildən istismara verilən bu marşrut üzrə indiyə kimi 1 milyon 128 min ton yük daşınmışdır. Gürcüstan arasında olan tikinti təmir işlərinin modernləşməsinin əsas məqsədi qeyd olunan marşrutda iri həcmli yüklərin cəlb olunması və tam olaraq Bakı-Tiflis-Kars dəmir yolu xəttinin 5 milyon ton yük həcminə daşınmasına cavab verməsindən ibarətdir.